Deməli sən yazırsan buradan nəyi? X yazırsan 100%. Yəni bu göstəriciyə sən 100% deyirsən. Bu olur 100%. Sonra nəyə baxsan? İndi 10.8-ə də nə yazırsan? 10.8 yazırsan 77.3% azalıb. Yəni nə qədərsi qalıb? Ha? 22.7 faizi qalıb. Yəni 22.7 faizi 10.8 olan ədədə axtarırsan. Elə deyilmi? Bunu da çarpaz vurursan, olur neçə? X bərabərdir. Dəqiqə, x bərabərdir nəyə? Ə, 10,8 vurulsun 100 bölünsün 22,7. Elə burada tam ondalar getdi. 108 vurulsun 100 bölünsün 227. Bunun bir dənə sürətdə həll edib mənim cavabını deyin gənclər. Mən sürətdə həll edib vaxtdan itki getməsin. 47,57. Bəli. Deməli olur 47,57. Bunu tapırsan 47,57. Bundan sonra əslində qalanı çox sadə olur. Deməli, indi sənin göstəricin buradakı 47,57 olur. Səndə bu da hansı halıdır? 15,4% artmış halıdır. Yazırsan bu dəfə nə? 15,4% artıb axı. Yəni nə olur? 115,4 olub. Bu da nə olub? 47,57. İndi 100% axtarırsan. Burada da nə axtarırsan? X axtarırsan. Bunu da çarpaz şəkildə əldə edirsən. X bərabərdir nəyə? 47,57-ni 100-ə vuranda eləyir elə neçə? 4757 bölünsün nəyə? 115,4. Bir dənə bunu da bölün gənclər zəhmət olmasa. 41,2 ya da 41,22. Hə. Yazar elə 41 tam %22. 22. Hə, ya 41,2. Versin 41,2. Hə, indi bunu da tapdın 41,2. Olur 41,2. Bu sənin 2021-ci ilin 2021-ci ildəki göstəricinisən. Birinci yarım ildəki göstəricidir. İndi deyir ki 41,2 100%-dir. Sən görürsən ki, faiz dərəcəsindən soruşurdu. Ancaq milyon manatdan sən burada tapa bilmirsən. Çünki milyon manatı 41,2 arasındakı fərqi nə qədər eləyir? Çox eləyir. Burada 20 milyon da eləmir, 850 min də eləmir. Hesablayanda. Deməli, baxırsan nə? Bu olur 100%. Bir dənə də buna yazsan x%, x%. Buna da yazsan nə? 10,8. Niyə? Çünki 10,8 nə qədər azdır onu tapırsan. 10,8 tapırsan, bunu da bu şəkildə çarpaz vurub həll eləyirsən. X də bərabər olur neçəyə? 27,2-yə bərabər olmalıdır. 26,2-yə bərabər olmalıdır. Görürsən ki, x bərabər 26,2% dərəcəsində tutur. Avtomatik tutursan ki, nədir? 73,8% nədir? Azdır. Çox rahat, çox professional. Yəni bu çətin sual da deyil. Vaxt aparan sualdımı? Hə, biraz vaxt aparan sualdır. Kalkulyatorun imtahanı verməyi nəzərə alırıq. Biraz vaxt aparan sualdır, amma vərəq ruçka ilə hesablasan maksimum 3 dəqiqə, 2 dəqiqə yazıla biləcək sual tipindəndir. Hamı anladı gənclər bunu. 73,8-dən aldıq. Nə? 73,8-də. Deməli 100-dən çıxdıq bəli, 26,2-yə. bəli. Bu deməli 10,8 bunun 26,2 faizini tutur, elə deyilmi? Nə qədər yəni azalma baş verib həmin ildən bu ilə? 73,8 azalma baş verib. Anladınızmı? Yəni o ildən bu ilə olan dəyişim fərqidir, bəli. Sonra davam edirik. Deməli, baxırsan 5-ci suala. 5-ci sual əslində çox rahat sualdır. Biraz da görmə tip sualıdır. Təsadüfən 8 üstə 7 üstə 9 eləyir 24. Sonra bu üçünün cəmi eləyir 77. 1 üstə 2 üstə 0 bərabər eləyir 3. Burada da cavab eləməlidir 10, bərabər eləməlidir 30. B variantı. Sonra baxırsan 6-cı suala. 6-cı sualda imtahana düşmüş sual tiplərindən biridir. Baxırsan ki, bu nə qədər artıb? Ən kiçiyini tapırsan, ən kiçikdən gör nə qədər artım var. 3 artıb, 2 artıb, 1 artıb. Elə deyilmi? Sonra baxırsan, ən kiçiyi hardadır? Budur. 3 artıb, 2 artıb, 1 artıb bu şəkildə. İndi də baxırsan, ən kiçiyi budur. Amma görürsən ki, bu neçə artıb? 2 artıb.
Deməli, ən kiçik məndə 3 artmalı idi axı. Onda ən kiçik 34 deyil. İkinci ən kiçik 34-dür. Ona görə y-nin yerinə 31 olmalıdır ki. Bir. Nəyə görə 31? Çünki ən kiçiyindən digər kiçiyinə olsun 3 sıfırlıq fərq. Burada da baxsın, doğrudan da ən kiçiyi 4-dür. 4-dən 7-yə nə qədər fərq var? 3 xallıq fərq var. 7-dən də digərinə nə qədər olmalıdır? 2. Bir. Yəni bu eləməlidir 9. 9. Buradan da burada 1 xallıq fərq yaranmalıdır. Elə bir ən kiçiyindən növbətiyə 3, sonra 2, sonra 1. Bu şəkildə getməlidir. Hə, bunu da tapdın. Deməli, y-ni 31 tapdın. Yəni birinci səndən y-ni soruşur, müvafiq yazmalısan özdə. D-ni 9 tapdın. Avtomatik qaldın 2 variant arasında. Daha doğrusu cavab çıxdı hal-hazırda. Cavab elə bir dənə qaldı C variantı. Bəs indi deyirsən ki, ay müəllim, mən onu tapmaq istəyirəm. Onu necə tapa bilərəm? Ona biraz fikir versəz, nəsə görərsiniz. 2, rəqəmlər cəmi 3, rəqəmlər cəmi 4, rəqəmlər cəmi 5, rəqəmlər cəmi 6, rəqəmlər cəmi 7, rəqəmlər cəmi 8, rəqəmlər cəmi 9 eləməlidir. Bu 81 də ola bilər, 72 də ola bilər. Elə doğrudan da bizim C variantımıza uyğun gəlirmiş. Ben 63 de olabilirdi ona kadar. Bəli, 63 də ola bilər, bəli. Mənim amma cavab atmaq istəyən adama biraz çətindir. Çünki 31 8 81 31 8 63 o ikisinin arasında Hə qalır. də rəqəm bu bizim rəqəm atma qaydamızda da əslində rahatdır. Baxın, rəqəm atma qaydasını da öyrətmişəm sizə. Baxın, 31 3 dənə 31 var, 2 dənə 22 var. Deməli bu ikisi cavab deyil. Sonra baxsan ki, 3 dənə 9 var, 2 dənə 8 var. Deməli bu ikisi də cavab deyil. Bir dənə qaldı elə C variantı. Vəsə. Çox rahat, çox professional. Bu da rəqəm atma qaydası. Sonra bu 7-ci sual çox rahatdır və vaxtı ilə qarşımıza dəfələrlə çıxıb. Əslində bu sualı əvvəlki tələbələrim görüblər. Deməli, bax bu bilirsiniz necə açılır? Bu bura açılır, bu da bura açılır. Elə bir tramplin kimi fikirləşin də. Bu açılanda beləsinə açılır. Sonra bax i açılır bura, sonra bax açılır ö-yə. Yəni u üstə ö i-ni yaradır. Sonra f üstə y z-ni yaradır və s. bu şəkildə gedir. Uyğunlaşa gedir. İndi baxsan nəyə? Gəl elə baxaq elə 3-cü hərfi tapaq da. 3-cü hərf b ilə s-nın cəmindən yanacaq. Vaxtı ilə mənim b ilə s-dan cəmimdən nə alınmışdı? M hərfi alınmışdı. Deməli ortadakı hərfin m hərfi olacaq. Bir dənə variant qalırmış, y variantı. Təsadüfən də birbaşa cavabı tapdıq. Hə, yəni bu şəkildə tapmaq olur həqiqətən də. Hə. Sonra yenə yoxlamaq istəyən olur. Bax, y ilə f-nın cəmi. Burada baxsam, f ilə y-nın cəmi mənə nəyi vermişdi? Z-nı vermişdi. F ilə y-nın cəmi mənə z-nı versən də başlanğıc hərfi də z olacaq. Elə zamin söz yaranır. Bu da getdi. Sonra baxırıq nəyə? 8-ci Mən sual. müstəsna deməsəydik biz 100 ildə fikirləşsə bilməyəcəkdik. Sıfır ilə sayı birləşdirib y ilə f-yı birləşdirib. Amma indi məlumatınız oldu. Deməli, Vəfanın 4 il əvvəlki yaşı. Yəni Vəfa yazaq y minus 4. Ya da x minus 4 fərqi yoxdur. Aliyənin 2 il sonrakı yaşı. Yəni x plus 2. Elə deyilmi? Yaşından 2 dəfə çoxdur. Çox olan kimdir? Vəfa çoxdur. Onda aliyəni vurursan 2-yə. Aliyə vuruldu 2-yə və bunlar nə olur? Bərabər olur. Bu şəkildə bərabər elədin. Və deyir ki, Vəfanın yaşı Aliyənin yaşından 3 dəfə çoxdur. Mən Vəfanın yaşına y, Aliyənin yaşına x demişəm. Gəl elə Aliyənin yaşında y-i silim, yerini 3x yazım. Elə bir ixtiyarım var da mənim. Bərabərdirlər. Deməli yazıram nə? Belə bu təni həll edilən promoy cavab çıxır. 3x minus 4 bərabərdir 2x plus 2-yə. 2x plus 2-yə, 2x plus 4-ə. Sonra məhsulları bir tərəfə, məlumları bir tərəfə keçirəm. Eləyir neçə? X bərabərdir 8. Bunun 8 yaşı var imiş. Yerinə qoyub yoxlayanda doğrudan da elə olurmuş. Aliyənin də onda Vəfanın neçə yaşı olacaq? Bir dəfə bir imtahanda Aliyənin yaşı soruşur, bir dəfə də Vəfanın yaşı olur. Eyni sual dəfələrlə düşüb imtahana. Vəfanın yaşı da 3 vur 8 24-dür. Bu şəkildə rahat tapırsan. Keçirik növbəti suala. 9-cu sual. Bu da imtahanda rastlığınıza düşə bilən suallardandır. Çox rahat sualdır. Burada açılma hissələrinə baxsan. Məsəl üçün bax. 3 dənə ağxananın yan-yana gələn zaman bu ağxanadır, bu ağxanadır, bir də bu ağxanadır. Ortada bu nə olur? Damadama hiss olmalıdır. Amma ortada sanki bozdur. Deməli A variantı düzgün cavabın deyil.
Bu şəkildə tapırsan. Yəni nəyi necə görürəmsə elə görməliyəm. Qısaca mənim dediyim qızıl qayda bu deyilmi? Nəyi necə görürəmsə elə görməliyəm. Bax məsəl üçün baxaq Y variantına. Y variantı damanın üstündə qaradır. Tamam. Yəni bundan söhbət eləyir də, damanın üstündə qaradan. Və bunun solunda nədir? Ağdır. Okey, ağdır. Solunda həqiqətən də ağdır, amma üstü nədir? Bozdur. Üstü amma burada nədir? Burada da şeydir, çarpaz formasındadır. Y variantı da səhvdir. Bir-bir tapırsan. Məsələn, qaranın üstündə D variantında bu nədir? C Damadamadır. elə düzdür ya. Necə? Demək bir şey düzdür. Eşitmirəm, başa düşmürəm. Deyəm Deyim. C variantıdır mənim Bəli, C cavabım. variantıdır, bəli. D variantına da baxanda görürsüz ki, qaranın, bax bir dənə diqqət edin, qaranın sağında da ağ. Burada qaranın solunda belə bax. Bu yanlışdır. C variantı həqiqətən də baxanda bu boz xananın üstü şeydir, X formasındadır həqiqətən də. Solundakı nədir? Budur. Solundakı budur, üstündəki qaradır. Sağındakının da burası qaradır, üstü də nədir? Damadam. Elə cavab C variantıdır. Deməli, gəlir o 10-cu suala. 10-cu sualda çox adam imtahanda, yəni iştirak edənlər imtahanı dəfələrlə görə bilərlər. Rahat suallardır. Əsas başlanğıc oblastını tapmalısan. Başlanğıc oblastı görürsüz ki, 36-dan verib. Sənə ox şəklinə göstərir ki, qardaş 36-dan başla. Gəl elə başlayaq. Məsəl üçün, gəl elə buradan başlayaq. 21-dən bura nə qədər dəyişib? Plus 4 olub. Düzdür? Neyniyib? Plus 4'ü necə alıb? Bu 7 bucaqlıdır, bu da 3 bucaqlıdır. İçindən çölünü çıxıb plus 4 alıb. Bu şəkildə gedib. Hələlik 2 dənə fiqur olanlara baxaq da. Məsəl üçün buna baxın. Bu 5 bucaqlıdır. Bu da nədir? 1, 2, 3, 4, 5, 6, 7 bucaqlıdır. 7 bucaq. İçindən çölünü çıxmısansa bir dəfə, həmişə içindən çölünü çıxmalısan. 5-dən 7-ni çıxandasın -2. Deməli, burada 9 olub ki, vaxtı zamanda 2 çıxıb 7-ni alıb və s. Doğrudan da həqiqətən də baxsan ki, bu neçə bucaqlıdır? 8 bucaqlıdır. Bu da neçə bucaqlıdır? 5 bucaqlıdır. 8-in 5 çıxanda eləyir 3, yəni plus 3. İçindən çölün çıxar həmişə. Bu şəkildə tapırsan. Çox rahatdır əslində. Bəs bu işarələr nədir? Baxsan ki, 18-də 36 toplama çıxma ilə gəlmək həngamət qardaş. Amma böl 2 ilə rahatlıqla gələ bilirsən. Çünki zaten 18 36-ya bölünən bir şeydir. Baxsan ki, bu 6 rəqəmdir. Bu 6 bucaqlıdır, bu da 4 bucaqlıdır. Yenə içindən çölün çıxıb, düzdür? İçindən çölün çıxanda alıb 2-ni, amma yarım dairə nə deməkdir? Bölmə işarəsidir. Deməli, yarım dairə sənə deyir ki, bölmədir. Elə deyilmi? Amma sadəcə içindən çölün çıxanda isə görsən, sadəcə içindən çölün çıxdın, toplamadır. Çıxması da necədir? Kiçikdən böyük çıxsan, yox, hə, kiçikdən böyük çıxanda aslında. Yəni ancaq içindən çölünü çıxara bilirsən. Bu şəkildə. İndi baxsan nəyə? Həqiqətən də bax, burada neçə bucaqlıdır? 7-dir, 4-dür. 7-dən 4-ü çıxıb alıb neçə? 3, 3-ə nəyini bölüb alıb 6. Çünki yarım dairə bölmə deməkdir. İndi baxsan bu da bölmə deməkdir. Bu neçə bucaqlıdır? 8 bucaqlı, bu da 3 bucaqlı. 8 bucaqlı, bu da 3 bucaqlısı, bu da nə deməkdir? 8-dən 3-ü çıxanda 5. Bu yarım dairə məndə bölmə işarəsi idi axı. Deməli 25-i 5-ə bölüb alıb B-ni də 5. Birini aldım 9, birini aldım 5. 9-dan 5 çıxdım cavab 4. Deyəcək ay müəllim, bəs bu işarə nə olacaq? Yenə baxsan nədir? Buranı 5 almamısan qardaş. Baxsan nəyə? İndi tamı tapsan da tam 3 bucağı. Ya da görmürsən ki, buradan bura 3. Vur 3 dəyişib. Həqiqətən də 4-dən bu 4 bucaqlıdır, bu da 7 bucaqlıdır. Amma gör indi nə edir? Dairədə olanda, yəni vurma işarəsi dairə deməkdir. Dairədə olanda içindən çölündən içini çıxıb 7-dən 4-ü çıxıb alıb 3-ü. Burada səni çaşdırır. Normalda müəyyən bir qanuna uyğunluq var. Toplama və çıxmada müəyyən qanuna uyğunluq var. Amma vurma bölməçi qanuna uyğunluğu özün tapmalısan, çünki fərqlənə bilərlər səndən. Bu şəkildə tapırsan gedir. Deməli, davam edirik gənclər. Keçirik növbəti suala. Hə gənclər, bunun mənim vaxtı zamanında qısa qaydasını demişdim, indi də deyirəm. Bunun ekran şəklini alarsınız, lazım olacaq. 3, 4, 5, 6, 7, 8-ə kimi lazım olacaq bizə. Deməli. Burada nə deyir? Bax, 6 bərabər hissəyə bölünür. Düzdür. İndi bunu yadda saxlayın. Təklərin üzərinə 1 gəlirsən. Eləyir 4, bu eləyir 6, bu eləyir 8. Cütləri nə edirsən? Cütləri 2-yə vurub 1 çıxırsan, bir dənə 6-dan başqa. 6-da elə 12 qalır. 2-yə vurub 1 çıxırsan,
Neçə eləyir? 7. Bunu da 2-yə vurub 1 çıxsan eləyir 15. Maksimum 3-dən 8-ə kim soruşacaq səndən? Hə. Bu qrafiki əzbərləyin, düzdür? Mən biraz bərbad şəkildə çəkdim. Hə, bu da eləyir 15. İndi səndən nəyi soruşur? Deyir ki, 6 bərabər hissəyə bölündü. Sənanın, Muxtarın, Mamedin və Əkbərin kağız, dördbucalı formasında olan kağızlar. 6-da sən neçə almısan? 12. Vaxtı zamanında 6-ya 12 demisən. Deməli sən 12-yə böləcəksən. Bunların cəmini hesablayaq gəl. 150 üstə 60 210. Bu qalsın 210 cibimdə. Ə, deməli, bu da eləyir 150. 150 o da 210 360. 360 əlbəttə bunun hamısının cəmi. 4 dənəsinin cəmi. 360-ı da 12-yə bölən neçə eləyir? 30. Ən rahat və ən sürətli üsul budur və bu imtahana dəfələrlə düşüb və dəfələrlə düşəcək. Bundan sonra dəfələrlə. Bunun uzun izahını istəyənlər YouTube kanalımda olmalıdır səhv eləmirəmsə ya da deyərsiniz göndərəm, amma uzun izahı həqiqətən də lazım deyil. Həmişə belə düşür, həmişə də belə tapmaq mümkündür. 6 bərabər hissəyə bölür, 6-ya bölsən. Sonra başqa sual tipindən baxın. Bir dənə gözlüyünü göstərim sizə. Deməli, burada nə deyir? Yenə burada 6 bərabər hissəyə böl deyir. Toplayırsan 168 o da 132. Neçə eləyir? 168 o da 132 eləyir 200. Hə. 200 300 eləyir də mənim. 300, 600 bu da eləyir 120, 720. 720 istəyir. Neçə bərabər istəyir? 6 bərabər istəyir. Bölürsən 2. neçəyə? 12-yə. Alsan 60. D variantı. Həmişə bu üsul həmişə işləyir. Deməli, indi qayıdırıq başqa sual tipinə. Hələ əvvəlki suallara gedək. Bu da getdi. Bu 12-ci sual mən dövlət qulluğu imtahanındakı düşüb, dövlət qulluğu tələbələrini keçmişdim. Bunu magistr tələbələrini də keçmişdim və gəldi magistra da düşdü 2026-cı ildə. İkinci şansı ya da birinci şansı da düşmüşdü səhv eləmirəmsə. Deməli, oxuyursan, nə bilim, Babək öz elektron kabinetinə daxil olmaq istəyir. Palo 4 rəqəmlidir. Bütün rəqəmləri müxtəlif və sıfır yalnız birincidə ola bilər. Babək paroldakı hər hansı bir rəqəmi özünü və rəqəmləri arasındakı yerini düzgün tapsa, yəni özü də düzdür, rəqəmi də düzdür. Mən bir dəfə sizə işlətmişdim bir dənə sual yadınıza gəlir keçən dərsdə. Əkbərlə Mamedin, yəni Əkbərlə Muxtarın, Muxtarın ürəyində tutduğu ədədi tapmaq üçün. Yəni, həmin sual tipindəndir. Deməli, Babək paroldakı hər hansı bir rəqəmin özünü də düz tapsa, sonra və s. özünü və rəqəmlər arasındakı yerini düzgün tapsa, onda monitorda Y. Yəni özü də düzdür, rəqəmi də düzdür. Əgər o paroldakı rəqəmin yerini düzgün tapıb, onun yerini səhv tapsa, onda N qoyulur. Onun yazdığı rəqəm parolda olmayanda X yazılır. Baxırsan nəyə? 4 dənə yerdir. Qoydum 4 dənə yer. Əslində sual sana həmişə cavabı deyir. Bir dənə buna bax. 3 dənə Y var. Yəni burada özü müvafiq olaraqdır. 3 dənə Y var. 4, 5 və 6 müvafiq olaraq düzdür. Bir dənə deyir ki, qaqaş 9 səhvdir. Variantlara baxırsan elə bir D variantı gedir, qalsın 3 variant arasında. Sonra baxsan nəyə? 8-ə sən vaxtı zamanında nə demisən? X demisən, düzdür? Deməli 8 ola bilməz. Buradakı ədəd 8 ola bilməz. Sonra baxsan nəyə? Baxsan ki, buradakı 7-yə. Buradakı 7-yə də vaxtı zamanında sən X demisənsə, düzdür, 7 də cavab ola bilməz. Sonra baxsan nəyə? Buradakı 3-ə. Buradakı 3-ü də vaxtı zamanında sən X demisən. Onda buradakı 3 də cavab ola bilməz. Y variantı cavab olur B variantı. Çünki buradakı 2-ni sən rəqəmlər arasında yoxlamamısan. Nəyin nə olduğunu bilmirəm. Okay. Amma nəyin nə olmadığını bilirəm. Yəni bu mənim axtardığım yerin nə olmadığını bilirəm. Bu da bir qısıl qaydadır. Sonra 13-cü suala keçirik. 13-cü sualın həlli əslində çox rahatdır. Deməli, e, bu məsəl üçün mən belə deyirəm də 11:09-da çıxmalı dəqiq işləyən saatı güzgüdə baxanda bu şəkildə görüb. Qaqaş elə bir 11:09-da çıxmalıdır evdən. Baxır güzgü bu vəziyyəti görür. Bəs bu necə həll edilir? Gəlin belə eləyək də. Bura olsun saat 1, bura olsun saat 2, bura olsun 3. 4, 5. Həmişə belə eləyirsən ha, həmişə. Yəni belə deyim də birinci saatı dəqiq tapmalısan. Normalda bəzi tələbələr, bəzi müəllimlər deyirlər ki, nə bilim bunun güzgüdə tut, nə bilim gör bura düşür, bura düşür. Elə lazım deyil. Çox rahat həlli var. Hə. Deməli 12:00-dan çıxırsan nəyi? Burada gördüyün saatı. Burada saatı neçə görürsən? 02 düzdür. 16 bura olar. Bura yəqin 17-dir. Bax tamamilə bura düşür. Bura olsun 02 17. Hə. İndi nə edirsən? 12:00-dan 02:17-ni çıxırsan. Yəni neçə eləyir orada? 0, 9, 43 eləyir.
09:43 idi. Siz ay müəllim, mən indi tutaq ki, bunu mən yazmaq istəyirəm. Nə bilim 14 17. Hə, 14 17 yazsan 24:00-dan çıxacaqsan əlbəttə ki. Deməli. Bu da getdi. İndi deməli saat neçədir? 09:43-dür. 09:43 güzgü əksi belədir. Çünki elə bir rəqəmlə bir saatı güzgü əksini toplayanda 12:00 alınmalı ya da 24:00. O qızıl qaydan vaxt zamanında isə keçmişəm. 09:43 saat. İndi 09:43-dən 11:09-a neçə dəqiqə lazımdır? Mən bunun üstünə 26 dəqiqə gəlsəm eləyər neçə? 10:09. Yəni 26 dəqiqə qalsın mənim cibimdə. 10:09-u sonra bunun üstə 1 saatda gəlməliyəm axı 11:09 gəlsin. Bunun üstə nəyə gəlirəm? 60-ı gəlirəm. O da bərabər neçə? 86. A variantı. Çox rahat, çox professional. İmtahanda bunu 1 dəqiqə maksimum həll edirsən. Getdi. Oyda bu sual. Bu sualdan nifrət edirəm. Müəllim, siz bunun rekordunu edirsiniz, Bəli, göndərəcəksiniz. rekordunu eləyirəm. Edit eləyəcəm. Sonra göndərəcəm. O da hardasa 1-2 gün çəkəcək. Növbəti dərsə kimi göndərəcəm. Narahat olmayın. 14-cü Müəllim, mən sualda baxın. çıxmalıyam, üzr hesab edin. Hə, problem deyil, narahat olmayın. Yaxşı, çox sağ olun. Oldu. Siz sağ olun, gecəniz xeyrə. Deməli, kubun bütün üzləri göstərilib, kubu atarkən tapşırıqda verilmiş koordinatlar və s. və s. və s. bu şəkildə düşür. İndi baxırsan, kubun neçə dənə üzü var? 6 dənə üzü var və belə deyim də 6 dənə üzü var və hərəsinin bir düşmə ehtimalı var. Deməli, bax, özdə hamısını göstərib. 2 dənə A var. Yəni A-nın görülmə ehtimalı nədir? 6-da 2, yəni 3-də 1-dir. Sonra Ə-nin görülmə ehtimalı nədir? 6-da 1. Çünki 6 dənənin birindədir. B-nin görülmə ehtimalı nədir? Yenə 6-da 1. Sonra bu N hərfidir. Çünki buradan bilirəm, ana sözündən bilirəm. N-nın da görülmə ehtimalı bərabər 6-da 1-dir. Sonra baxıram T-nın da görülmə ehtimalı nədir? Yenə 6-da 1-dir. Ay müəllim, bu mənim nəyimə lazım olacaq deyə dediyinizi eşidirəm. Çox rahatdır əslində. 2-də 1, 6-da 1 və s. və s. və s. bu şəkildə getdi. İndi nə edirsən bax? Çox rahatdır bundan sonrası. Baba sözündə nə edirsən? Baba sözündə nədən istifadə edirsən? 6-da 1, 2-də 6-da 1, 3-də 1, 6-da 1. Bunları vurursan. Bu Yəni PDF şəkli var sizdə. Mən orada 76 eləyir axı. Mən necə? nə 76 eləyir? Harda 70? Kim 76 eləyir? Saatda mənim. Saata bir də qayıda bilərik. Hansı bu sualda? Hə. 86 üstə 26 üstə 60 gəndə 86 eləyir axı. 26 üstünə. 9 dəqiqə də var idi. Mən 85 Hə. eləmədi. Hə, Yox. bildim. Bunun üstünə 26 dəqiqə gəlsəm, 43-ün üstünə 26 dəqiqə gəlsəm 10:09 eləyir. Elə deyilmi? Mənim düz. Bəli, bəli. 51:09, bir də 60 dəqiqə. 17 Mən dəqiqə nəsə gəlirəm bilmirəm. 00 eləyir. 9 dəqiqədə bir gəlirəm eləyir 26. 17 üstə 9-da 26 eləyir. 86 elədi də onda. Bəli, 85 elədi. bəli. Deməli gəzdə bu suala qayıdaq. Biraz beynim yandı bu sualda. Hə. Neyse, burada düşmə ehtimalıdır. Deyir ki, bir dəfə B hərfi düşəcək, sonra A hərfi, sonra yenə B hərfi, sonra A hərfi. B-nin düşmə birincini yazırsan. Birinci nədir? B-nin düşmə ehtimalı nədir? 6-da 1. Vurulsun 3-də 1. Vurulsun 6-da 1. Vurulsun 3-də 1. Bu birbaşa baba sözünün alınma ehtimalıdır. Baba sözünün yığılma ehtimalıdır. Bu səfərimizdə A-ya düşüb. Hə. Bu neçə eləyir? 18-də 1 vurulsun 18-də 1 bərabər 324-də 1. Bu oldu baba sözü. Sonra baxsan ikinci ehtimala. Düzdür, biraz uzun sualdır. Nənə sözündə nədir? N 6-da 1-dir, Ə 6-da 1-dir. 36-da 1 vurulsun 36-da 1 eləsin. Cavab. Belə deyim də 216-nı 6-ya vuranda neçə eləyir? 216-nı 6-ya vuranda 1296 eləyir səhv eləmirəmsə. 1296-da 1. 216-nı 6-ya vuranda. Hə. Davam edirik. Yəni nənə sözündə 6-da 1-dir, 6-da 1-dir, 6-da 1-dir, 6-da 1-dir. 4 dəfə 6-da 1-i bir-birinə vuranda eləyir 1296-da 1. Sonra baxsan ata sözünə. Ata sözündə 3-cü ehtimal kimi yazır. Çünki 3-cüdür bu. A-nın düşmə ehtimalı 3-də 1-dir. A-nın yenə düşmə ehtimalı 3-də 1-dir. 3-də 1 vur 3-də 1 eləyir 9-da 1. Hə, sonra T-nın düşmə ehtimalı da 6-da 1-dir. 6-da 1 vurulsun 9-da 1 eləyir neçə? 54-də 1. Yəni bu da alındı 54-də 1.
Sonra indi baxsan ana sözünə. Ana sözündə də A-nın düşmə ehtimalı yenə 3/1-dir. 3/1. Yazaq da bunu gəl yazaq. Bu da olsun 4-cü ehtimal. A-nın düşmə ehtimalı 3/1-dir. N-nın düşmə ehtimalı 6/1-dir. Bunun da düşmə ehtimalı neçədir? Yenə 3/1-dir. Hə, bunların hasılı neçə eləyəcək? Yenə eləyəcək 54/1. Hə. İndi baxırsınız nəyə? Deyir yığılma ehtimal arasında ən böyük 2 olanların cəmi ilə ən kiçik 2 olanların cəmi nisbətini tapın. 54/1 üstə 54/1, yəni bilirsiniz də məxrəci kiçik olanlar böyük olurlar. 54/1 bir də 54/1-i toplayanda nə edir? 54/2 edir. Hə, 324/1 ilə də bunu 1296-da 4, 1296-da 1. Bundan da bunu toplamalısan. İndi baxırsan. 1296-da 1 üstə gəlsin 324/1. Bunların da cəmi neçə eləyəcək? 1296 ilə ortaq məxrəcdir. Bu 1, bu da 4-ə vuranda bunu alırıq da. Üstə gəlsin 4. Yəni 1296-da 5. Küsur. Həll olur şey. Hansına bölür? Ən böyük olanları ən kiçik olana bölürük. Yəni böləndə nə olur? 5 gəlir aşağıya, 1296 gedir yuxarıya. 2 ilə 5 ixtisar getmir. Bununla 54 ilə 2 ixtisar gedir, olur 27. 27 də 1296-ya səhv eləmirəmsə birbaşa bölünməlidir. O da eləyəcək 48 eləməlidir. Səhv eləmirəmsə, hə 48 eləyir. Bir dəqiqə, hə 48 eləyir. Cavabı alırsan 48 bölünsün 5. B variantı. Çətin sualdır, bilirəm. Amma yenə də həll etmək olar. Anladınızmı gənclər? Gənclər, səsiniz kəsildi bu sualdan sonra. Bilirəm, uzun gedir, amma narahat olmayın, imtahana bu boydası düşmür. Beynimiz error verdi müəllim. İmtahana bu boydası düşmür. İmtahana düşən hansıydı? Dəqiqə ondan bir dənə daha. Yani De ben imtahana hiç düşən bu forması. üretim anladım ha. Necə? Mən də o Bilirəm bir ki, dənə hələ geri 32 dönüşüm sual deyirəm. izah edildi. Ürəyəçən suallara rast gəlməmiş. Ola bilər gənclər, amma imtahana bu formada daha yayğın şəkildə düşür. Bu formaya da gələcək, indi həll Bu suala edəcəm. geri dönüş edərdiniz. Aha, geri dönüş elədim, buyurun. Özüm sonra baxacağım. Hə. Nə olmuşdu Dəmir xan? Ben bir səhərə qədər ancaq çatar qaldım suala. Ay, narahat olmayın. Hara kim getdi gedəcək. 15-ci sualdayıq. Davam edirik. Baxın, bunun sualı çox rahatdır əslində həlli. Qayış və dişli çarxlar vasitəsilə fırlanan bir nömrəli dişli çarxdan 2 nömrəli dişli çarxa ötürür. Fırlanır, ötürür. Dişli çarxın 110 dövr etməsi üçün, yəni n dişli çarxın 110 dövr etməsi üçün, yəni 2 nömrəli, 1 nömrəli nə qədər eləməlidir? Baxsın, nə? Bu nə edir? 1 dövrü var, 2 dövrü var, yəni bu araya girir 3, 4, 5 və 6. 6 dövrü var. Baxsan buna. Bunun nə qədər dövrü var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dövrü var. Sənə də bunun 110 dövr etməsi lazımdır. Elə deyilmi? 110-u vurursan 6-ya. 110 vurulsun 6-ya. Niyə? Çünki səndə 2 nömrəli çarx 110 dövr edir. Oradan bilsin. 110-u vurursan 6-ya. Bir nömrəli çarxın neçə dövr etməlidir? O da bilmirsən x-dir. Yəni neçə dövr edir amma? 8 dənə dövr etməlidir. Düzdür? Elə bir bu 6 dənə şey eləyəndə, fırlananda, buysa 8 dənə fırlanır. Bir dövrə tamamlanması üçün. Ona görə də bölsən neçəyə? 8-ə. İşte bununla da misal həll oldu. Getdi öz işinə. Hə, bununla bunu ixtisar etsən 3 qalır. Bununla da qalır 4. 110 da 2-yə böləndə qalır neçə? 55. Burada qalır 2. Vurursan 165 bölü 2. Buyurun. 6 ilə 8 ardına oldu. Burada yazdım axı. 1, 2, 3, 4, 5, 6 dənə dişi var. Elə deyilmi? 6 dişi oradadır. Ki səndə 6 dənə 2 nömrəli deyir ki, 110 dənə dövr etməlidir. 110 vurulmasın 6. Baxsan nəyə? 1 nömrəli çarx neçə dövr etməlidir? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə elə deyilmi? Ona görə də 110-u vururuq 6-ya bölündük 8-ə. Çox rahat, çox professional.
Davam edirik. 16-cı sual məncə düşünürəm ki, imtahan üçün ən çətin suallardan biridir. Həlli isə çox çətindir. Və buradan bura neçə gəlib? 3 gəlib. Buradan bura neçə gəlib? 3. Daha doğrusu 2. Buradan bura gəlib 3. Buradan bura da 3 gəlib. Buradan bura da 3 gəlib. Yox, buradan bura 6 gəlib. Buradan bura 9 gəlib. Buradan bura 3 gəlib. Əlaqəsiz şəkildə görünə bilər. Əslində bir dəqiqə bunu, əlaqəsiz şəkildə görünə bilər, amma heç də əlaqəsiz deyil. Bir dənə fikir verin. 4-ün üstünə 2 gəlib. Niyə? Çünki 4-ün yarısı 2-dir. 6-nın üstünə 12-nin üstünə 6 gəlib. Niyə? Çünki 12-nin yarısı 6-dır. 18-in üstünə 9 gəlib. Niyə? Çünki yarısı 9-dur, amma təklərin konkret bir yarısı yoxdur axı. Burada da 6-nın üstünə 3 gəlib. Bu 3-ün gəlməsi səbəbi 6-nın yarısının 3 olmasıdır. Bu əslində ədalətsizlikdir. Ona görə 6-nı verməməli şərtdə. Amma bir dənə baxın digərlərinə. Tək ədədləri zaten 3-ə bölə bilməli, 2-yə bölə bilməli. Tək ədədləri 2-yə bölünmür. Buna bax, üzərinə 3 gəlib, üzərinə 3 gəlib, üzərinə də 3 gəlib. Burada da 32-yə bölünür eləyir 15. 30-un üstünə 15 gəlib, cavab verir 45. Denən görə variant atanda mən burada 45 yaza bilərdim, yoxsa yaza bilməzdim. Peki. Hamıya aydın oldu gənclər? Məncə hə. 17-ci sual məncə imtahan tarixində düşən ən asan suallardan biridir. Burada zaten sənə qiymətlərin hamısını verir. Deyir ki, məsəl üçün A neçədir? 4-dür deyir. Yazsan qıraqda A bərabərdir 4-ə. Bir dəqiqə. A bərabərdir 4-ə. A bərabərdir 4-ə. Sonra nə edirsən? Baxsan ki, A plus B bərabər 9 bölü 2-dir. Bölü 2. Yəni B-ni də tapsan neçə? B bərabər 5. Çox rahat tapırsan. Sonra B üstü C bərabər 0-dır. Yəni nəyin üstü yox 1-dir. Gərək C 0 olmalıdır. Niyə? Çünki 5 üstü 0 ancaq 1-ə bərabər. Onda tapsan C bərabərdir 0. İndi gəl D-nin qiymətini tapaq. A-nı neçə tapmısan? 4 tapmısan. D-də nədir? A üstü D. A üstü D bərabər 16-dırsa, düzdür. Onda D bərabər neçədir? 2-dir. Öyle değil mi? C ilə D-nin cəmi də elə 0 üstü 2 bərabər 0. Bir də nə demişdim, gənclər, mən 29 dənə yazmışam. Bəs bir səhv eləmişəm. Yadınıza gəlir? O sual bu sualdır. Yazmışdım burada 2 üstəgəl 0 bərabər 0 yazmışdım. Cavabda indi burada 0 yoxdur. Mənim düşən imtahanda cavabda 0 vardı. Mən burada 0 yazmışdım. 29 dənə düz yazmışdım. Biri bu səhv idi. Görürsünüz? Dedim bu sualı hamınız yaza bilərsiniz. Yalnızın yola biləcəyi bir sualdır. Yəqin ki, hamıya aydın oldu gənclər. Keçirik növbəti suala. Növbəti sualda baxırıq nəyə? Burada da bunu bayaq həll etdik. Yenə qısaca üstündən keçək. 168 üstə 30, 132 üstə 120 üstə 300. Bölür 720. 6 bərabər hissədən söhbət gedirsə, bölürük neçəyə? 12. Böl 12, o da eləyir 60 D variantı. Gənclər, 19-un promoy variant atma üsulunu deyirəm. Həlli çox çətindir, həlli lazım deyil zaten. Fikir verin. Deyir ki, Aytən, Bəhram, Ceyhun, Rauf, Eldar adlı 4 dənə tələbə hər kəs 2 dənə dil bilir. Onların 4-ü ingilis, 3-ü fransız və s. və s. və s. Bax, bir dənə bu şərti oxuyursan. Hər biri 2 dil bilir. Düzdür? Və deyir ki, Bəhram və Eldar bir-birləri ilə yalnız olmaq şərtilə ingilis dilində danışa bilirlər. Elə deyilmi? Bəhram və Eldar bir-birlərinə yalnız ingilis dilində danışa bilirlər. Deməli, Bəhram və Eldarın digər dillərini tapmaq olmaz. Yəni, promoy cavabda Bəhram və Eldarı qoyursan. 2 və 5 A variantı. Həmişə belə düşüb. Adlar dəyişib, sualın şərti belə eyni düşüb. Yəni, bu əzbər sualdır. Vaxtilə birinci magistr səhv eləmirəmsə dilin sınağına düşüb, ondan sonra dövlət qulluğuna düşməyə başlayıb. Yəni, bu ilkin olan magistr sualdır. Davam edirik. 20-ci sual. 20-ci sualda həll çox sadədir. Bunu sizə bir dənə öyrətdiyim qayda ilə həll edirsiniz. Ağ üstə ağ bərabər nədir? Ağ üstə ağ. Ağ üstə ağ verib ağ. Verib ağ. Sonra yazsam. Qara, ağ üstə qara. Ağ üstə qara bərabər nədir? Baxsan indi ağ üstə qara bərabər qara verib sənə. Sonra yazsan qara üstə gəl ağ. Fərqi yoxdur hansı sıra ilə yaz. Deməli, baxaq görə harada var? Qara üstə gəl ağ verib sənə yenə qara. Qara üstə gəl ağ. Bura fərqli bir şeydir. Ağ üstə gəl qara fərqlidir. Qara üstə gəl ağ fərqli bir şeydir. Ya nə bu ada bunu gedib imtahanda eyni yazarsa, qırğın salaram orada.
Sonra həmişə də imtahana bir dənə ağ-qara sualı düşür, həmişə. Bir dənə fikir ver, yenə qara üstəgəl qara bərabər qara. Yəni bu sizə məndən 1 bal. Qara üstəgəl qarada bərabər qaradır. Yalnız ağ üstəgəl ağ verir də mənə. Gəl elə sualları həllinə baxaq. Deməli, ağ üstəgəl ağ verəcək ağ. Bu hissəsi aşağıda ağ olmalıdır. D variantı getdi. Adı müəllim. Adı cavab, hə, böyük ehtimal adı. Elə bura bax, 2 dənə ağ üstünə 2 dənə qara. Avtomatik tutursan ki, buradakı və buradakı hissələr qara olmalıdır hər ikisində. Çünki ağ üstəgəl qaraya sən vaxtı zamanında qara demirsən. Oradan tutursan ki, A variantı düzgündür. Çünki bir dənə A variantda bu iki hissəsi qara formadadır. Bu qədər sadə. İndi gəlsən bu sualı, 21-ci sual, 21-ci sualda. Gəlsə bundan sonrası narahat olmayın, sürətli gedən suallardır hamısı. Əsas çətin sualları yoluna qoyduq. Bax, bu top necə hərəkət edir? Bir dənə sola gəlir, bir dənə sola gəlir. Bu top bir dənə də saat təqribən əks istiqamətdə gedir. Yəni əks istiqamətində aşağı gəlir, sonra sola gəlir, bir dənə də yuxarı duracaq ağ top. Avtomatik A variantı getdi, sonra D variantı getdi. Elə bir dənə qaldı B variantı, bitdi. Sonra hər birinin fərqli hərəkətləri var. Bax, bu qalxıb yuxarıda olub, sonra burada olub, sonra gəlib aşağıda olmalıdır. Qara kvadrat öz içində olmalıdır. Top da bir dənə belədir, bir dənə belədir, bir dənə belədir. Sonra gəlib harada olmalıdır? Aşağıda olmalıdır. Eynən bu şəkildə. Cavab elə eləyib B variantı. Gəncə 22-ci sualı əzbər sual kimi yadınızda saxlayın. Cavab 1 ilə 3-dür. Burada hamısı bir-birinə yığılmalıdır, bir fiqur almalıdır. Bu imtahan elə əzbər formasında düşür. Bunları yadda saxlayın. Elə neçə dəfə görmüşəm bu sual düşür. Bu formada düşür. 1 ilə 3-dür. Məsələ nədir? Bunların hansılarını yığanda nə artıq qalır? Bax, 6-nı sən düzəldə bilərsən də bunun içinə, elə deyilmi? 6 düzəldi oldu bunun içində. Sonra 4-ü gətirdin, qoydun bu istiqamətə. Düzdür? 5-i gətirdin, qoydun bu istiqamətə. Bir dənə burada boşluq qalır. Bir dənə də bu boşluğa da 7-ni qoyursan. Düzdür? İndi mən biraz bərbad şəkildə çəkdim. Möhtəşəm əl qabiliyyətimlə bərbad şəkildə çəkdim. Bir dənə bu istiqamətə gəlir. Bir dənə buradan burası qalır. O da elə 7 olur. Yəni 2, 4, 5, 6, 7 hamısı alınır. Bunu əzbər yazı saxlayın. 1-dən 3-dür. Ürəyiz istəyən kağızda dəfələrlə yazıb yoxlaya bilər. Yerdə cavab 1-3 çıxacaq. Əzbər qaydı. Bunu imtahanda fərqli şəkildə düşsə nə edə bilərsiniz? Faili qoyun kompüterin üstünə. Mən yoxlamışam, icazə verirlər. Bunları fiqurları eyni şəkildə failin üzərinə ruçka ilə ya da qələmlə yazın. Failin üzərinə. Failin üzərinə yazandan sonra nə edirsən? Götürürsən, rahatlıqla kağıza yazırsan, kağızda da həll edirsən, gedir. Ürəyinsə laf faildə həll elə. Deməli, bu sual çox rahat sualdır, dəhşətli dərəcədə. Deyir ki, 1, 2, 3, 4, bir dəfə istifadə etmədə 4 rəqəmli ədəddə natural ədədləri yazın. Dostlar və s. soruşurlar və s. Deyir, mələk deyir ki, onlar aşağıdakı kimi cavab verirlər. Deyir ki, mələk yalnız B qiymətini doğru tapır, digər şəxsdən təxminən hər biri yanlış olur. Səndən nə istəyir? A, B, C deyəni 4 dənə yer qoyursan, düzdür? Variantlarla işləməlisən. Bax, variantında sənin hamısı deyir axı bir dənə mələyin B variantı düzdür. Yəni mələk bir dənə ortadakı 4 düzdür. Avtomatik bura 4 yazırsan. Görürsən bütün variantlarda da 4 var. Dedim sən elə imkan verə, promo cavab çıxsın. Hə, baxsan 2, 1, 4, 1 ilə başlaya bilməz. Bax 1 ilə başlayıb yanlışdır. 2 ilə başlayıb yanlışdır. Bu da yanlışdır. Avtomatik qalsın 2 variant arasında. Sonra baxsan elə axırıncıya. Bax axırıncı da səhv olmalıdır. Deyir ki, yalnız mələyin B qiyməti doğrudur. Qalan hər şey yanlışdır. Elə D qiymətinə bax. 3, 1, 3, 3. Yəni 3 ilə 1 ola bilməz. Bax burada 1-in nə işi var D variantındakı? Bu da yanlışdır. Cavab elə Y variantı. Nəyin nə olduğunu bilmirsən bu sualda. Nəyin nə olmadığını bilib cavab tapırsan. Bu da getdi. Sonra baxırıq 24-cü suala. 24-cü sual çox rahatdır. Nömrələyirsən 1, 2, 3, 4. 1, 2, 3, 4 nömrələrdən bu olur 1, bu olur 3, bu olur 4-cü fiqur, bu olur 2-ci fiqur. Yenə nömrələyirsən 1, 2, 3, 4. Sənin birinci fiqurun gəlib hara düşüb? Aşağı düşüb. Deməli, sən bu fiqurun aşağıda olmalıdır. Ya A-dır, ya B. Düzdür? Bu fiqur gəlməlidir aşağıya. Hə, sonra baxsan hansı fiqura baxaq tapaq. Elə üstdəki fiqur hansıdır? 3-dür. 3 bax. Bu hissə üstə gəlməlidir. Elə bir dənə A variantındadır. B variantda yanlışdır. Məsələn, bu da gedir. Sonra 25-ci suala baxırıq. 25-ci sual çox rahatdır. Mən demişəm sizə dövrləri tapın. 2 üstə 1 bərabər 2, 2 üstə 2 bərabər 4, 2 üstə 3 bərabər
8, 2 üstü 4 bərabər 16. Əlbəttə 6-ya baxsan, 16-ya baxmırsan. 2 üstü 5 bərabər 32. Sən 32-ci təzədən aldın. Sonra təzədən 2, 4, 6 gecə. Dövrü yəni neçədəndir? 4-dəndir. Elə deyilmi? 4-dən. Hə, sən də neyirsən? 123 bölünsün 4 kimi yazırsan. 123-ü böləndə 4-dən neçə alınır? 30 dəfə. 30 vur 120, 30 vur 4, 120, geridə qalır 3. Qalığı 3 almısansa, 3-ün qüvvəti neçədir? 8-dir. Cavab elə olur 8. Bu şəkildə tapırsan. Qalıqlarla işləyirsən. Bunun əslində riyazi isbatı biraz uzundur, amma riyazi isbatı bu şəkildə vereyim ki, dövr sənin buradakı qalığın dövrün sayıdır. Çünki 4 dövrdən bir təkrarlanır, 4 dövrdən bir təkrarlanır, 4 dövrdən bir eyni şey gəlir. Qalığı 3 alanda da 3 bu düşür. Və fikir verin, əgər 4-ə bölmə əməli varsa, qalığı 4 ala bilməzsiniz. Ya da 5-ə bölmə əməli varsa, 5-ə qalığı 5-ə ala bilməzsiniz. Hə, ona görə də qalıqda 0 alanda həmişə ən axırıncı ədəd olur. Yəni qalığı 0 alsanız cavab ilə 4 olacaq. Yəni cavab 4 nədir? Cavab 6 olacaq. Bu şəkildə tapırsan. Özə son rəqəminə baxırsan. Bu istəyir və səndən məsəl üçün 122 üstü 122 istəsə, yenə sən 122-nin kvadratına, kubuna baxmırsan, sonuncu rəqəminə baxırsan. Bir dənə də qızıl qayda deyim gəncə, ədədlərin dövrləri ya 3 dövr ya da 4 dövr olur. Bəzilərində lap 2 dövr olur. Məsələn 9-da 2 dövrdür. 9, 81, 729 və s. bu şəkildə gedir. Yəni dövrlər çox da deyil. Yəni imtahanda buna maksimum özünü öldürə 50 saniyə vaxtdan gedir. Gedirik 26-cı suala. 26-cı sualda baxsan nə? Baxsan ki, aşağıdakı ədədlər bölünmələrdir. 10-u 4-ə vurub, 12-ni 6-ya vurub, 14-ü 7-yə vurub, 6-ya vurub. 10 neçə vurub? 10 4-ə vurub. 4 nə əlaqə? Deməli, 10-u 2-yə bölür eləyir 5, 5-dən 1 çıxır eləyir 4. Yarısından 1 çıxır və vurur ona. 12-ni 12-dən 5-i necə alarsan? 2-yə bölərsən eləyir 6, 1 çıxarsan eləyir 5. 12-ni də 5-ə vuranda eləyir 60. Deməli, 16-nı 2-yə bölürəm eləyir 8. 8-dən 1 çıxıram eləyir 7. 7-ni də vurur 16-ya, cavab eləyir neçə? 112. Eləməlidir, səhv eləmirəmsə. Hə. Cavab 112. Özü dim gör sən nə qədər sevir ki, variantdakı bütün ədədləri də 16-ya bölünür. Elə hamısının 16 misilləridir. 6-ya vurmaqdır, 7-yə vurmaq, 8-ə vurmaq, 9-a vurmaq, 10-a vurmaq. Din bilir ki, sən burada misil söhbətini tutacaqsan, gedib tapacaqsan. İmkan verərik. 27-ci sual. Çox tələbəm bu suala çətin demişdi, amma o sual dəhşət dərəcədə asandır. Bax, qarşı-qarşıya baxırsan, baba. Bununla bu qarşı-qarşıya, düzdür. Bu içdədir, gəlib düşüb çölünə. Bu çölündədir, gəlib düşüb içinə. Eyni şeyləri çölünə ya da içinə yazır. Sadəcə qarşı-qarşıya yazır. Bu içindədir, gəlib düşüb çölünə. Bu da çölündədir. Bu daha doğrusu bu içindədir. Gəlib çölündə elə bu iki dənə ağ top olacaq. Cavab elə eləyir A variantı. Çox rahat, çox rahat. Birinci sinifdən də bilirik bu qaydaları. 28-ci sual imtahanı dəfələrlə düşüb, yenə də çox rahat sualdır. Məncə hələ də dəfələrlə düşməyinə görə çox rahatdır. Bu 14, 13 və 37-dən alınır. Necə alınır? 1 ilə 3 rəqəmləri cəmi 4, 3 ilə 7 rəqəmləri cəmi 10. 10 üstə 4, 14. Hə. 2 ilə 5-in rəqəmləri cəmi 7, bu rəqəmləri 12. 12 üstə 7 bərabər edir 19. 3 üstə 6 neçə eləyir? 9. Bunda cəmi neçə eləyir? 13. 9 üstə 13 eləyir 22. B bərabər elədi 22. A-ya baxırsan, deməli, rəqəmləri cəmi eləyir 5, rəqəmləri cəmi neçə eləyir? 12. 12 üstə 5, 17. Yəni, birin aldın 22, üstə gəl 17. Bərabər eləyir 39. Çox rahat, çox rahat. Davam edirik 29-cu sualda. Az qalıb gənclər, yatmayın, oyaq qalın. Deməli, bu sualı mən zaten keçmişəm. 27-də hansı bənd oldu? Nəsə məndə onda qırıldı səs. 27 A variantı. Baxın, qarşı-qarşı olan hissələrdir. Bunda qarşı-qarşı olan hissəsi budur. Görürsünüz? Bu şəkildə. Oldu mən. Çox sağ ol. Sağ olun. Siz sağ olun. 29-cu sualı mən qızıl qaydasını demişəm. Ya rəqəmləri cəmi 12:00 eləməlidir. Sonra 24:00. 36:00. 48:00 eləyə bilməz, 00:00 eləyir. Hə, rəqəmlər cəmi bu şəkildə olmalıdır. Məsəl üçün variantlara baxsan, A variantını yoxladın. A variantı 2 ilə 3-dür. Bunun cəmi bu 4 dənəsindən biri eləyirmi? Heç biri eləmir. Yəni 00:00. Niyə görə? Çünki 48:00 ola bilməz. Səbəbini bilirsiz də, çünki 23:59-dur.
23.59 ilə 23.59-u toplayanda 48-də belə gəlib çatmır. A variantı getdi. 3-dən 5-ə baxsan. 3, bu da 5. Toplayanda neçə eləyir? 17.00. 17.00 bunlardan biri də xeyr deyil. Hə. C-dir mənim. Hə, C variantıdır. 2 və 4. 19.30 üstə 02.30-u gələndə də neçə eləyir? 12.00. Bu qədər sadə. Davam edirik. 30-cu sual 1727-ci həddini istəyir. İndi baxsan nəyə? Hardan sonra təkrarlanır. Görürsünüz, siz hamınız dəyərlisiniz. Siz hamınız dəyərlisiniz. Birinci sinifdə o cəza veriləndə uşaqlara deyəcək, 100 dəfə yaz ki şeydir. Nə bilim, üzr istəyirəm, üzr istəyirəm, üzr Ah, istəyirəm, üzr istəyirəm. Bəli. Sovetin C-dir. vaxtında birinci sinifdə, bəli. Siz hamınız dəyərlisiniz. Burada C getdi. Yenə siz hamınız dəyərlisiniz. Sən burada dövrü tapırsan. Bayaqki sualın əslində 25-ci sualına eyni şeydir. Dövrü tapırsan. Gör neçə dövrdür? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22 dövrdür. Neysə 1727-ni bölürsən 22-yə. 1727 22-yə neçə dəfə bölünür? Bir dənə gözləyin. Hesablayım. 78 onda 5. Hə, 78 onda 5. 78 dəfə bölünür. 78 dəfə bölünür və qalıq neçə qalır? Qalıq da qalır 11. Bəli. 78 dəfə bölünür, qalır 11. Sən də baxsan bunun 11-ci hərfi hansıdır? Qalıq qalmasa ən sonuncu hərfi götürsən. Çünki niyə 22-yə bölüb qalığı 22 ala bilməzsən? Qalıq qalmasa ən sonuncu hərfi görürsən. 1 qalsa birinci hərfi, 2 qalsa ikinci hərfi, 3 qalsa üçüncü hərfi. Burada baxsan 11-ci hərfi hansıdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 D hərfidir. Deməli cavab verir D hərfi. So, bitdi. Çox rahat. Mən bunu çətin demirəm şəxsən. Ayda bu sualda nifrət edirəm də. 31-ci sual. Maraqlı da mı? Hə, çox təəssüf ki, maraqlıdır. Amma yenə də nifrət edirəm. Deməli bu neyniyir? Ancaq sağ oxdan istifadə eləyir. Sağ oxdan. Bax gəlir. Məsəl üçün Z-dan başlayaq elə. Gəl Z-dan gedək. Bax Z budur. Gəlsən. Hə, sağındakı ox burdadır. Düzdür. Yuxarıdan aşağı gələndə sağı bu tərəf olur axı, solu o tərəf olur. Sağı bu tərəf oldu. Sağı sənə deyir ki, get bura. Yenə bax gördün sağı buradır. Ox istiqaməti gedəndə sağı bura oldu. Qalxırsan yuxarı, yenə deyir yuxarı get, yenə deyir yuxarı get. Yenə gördün sağı budur. Düzdür. Gəldi düşdü hara? Sola. Gəldi düşür deyir ki, bura. Aşağı get. Gəldi aşağı gedəndə gəlir sağı yenə düşür buna. Yuxarıdan aşağı gedəndə. Sonra dönməlisən sağa. Bu da gedir. Deyir ki, düz get. Düz gedib çıxır R-ya. Zıt getdi R oldu. So. Ya A-dır, ya D-dir, ya da ki Y. Hə, bu şəkildə gedirsən. Sonra baxsan indi hansına? Gəl elə baxaq. Z, X, Z, Y. Gəl baxaq elə Y-ə. Y bax. Gəldi. Y-ə yox. Gəl X-a baxaq. X daha yaxındır. Bax burada gördün ki bu deyir sağa dön. Sağa döndün. Yaxşı. Sağındadır da. Sonra deyir ki sağa dön. Düzdür. Yenə sağa döndün. Yəni aşağı getdi. Aşağı get. Bu görsən sağındadır. Deyir ki neynə? Sola get. Dəqiqə əyri çəkdim biraz. Hə, bu deyir ki sola get. Get. Düzdür. Bu sağında bu qalır. Deyir ki aşağı get. Yenə sağında bu qalır. Hara get? Düz get. Sağında yenə bu qalır. Yenə düz get. Yox. Bu solunda qalır onun. Bir dəqiqə çaşdım. Hə, bax. Bir dəqiqə mən burada çaşdım. Nifrət edirəm də bu sualdan. Elə buna görə nifrət edirəm. Hardasa çaşdım. Bu da gəlir düşür n-ya. Hə, füsuda düz gəlmişəm də. Sağımda bu qalır. Və gələndə sağımda bu qalır. Bu da gəlir düşür n-dan aşağı. Hə, gəldi çıxdı n-ya. Y-də olacaq nə? X-də olacaq nə? N. N, R, yəqin də cavab A var. Y variantı olur. N, R, A. Bu şəkildə. Əsas məsələ diqqət eləməlisiniz. Sağ soluna diqqət eləməlisiniz. Bu da getdi. Gəldik 32-ci suala. 32-ci sual çox
rahat formasında əslində. Bax, yazırsan altı bucaqlı. Bax, altı bucaqlının ehtimalı. 1, 2, 3, 3'dür. Yəni 6-da 3 dənəsi. 6 dənəsinin 3-ü nədir? 6 bucaqlıdır. Yəni neçə ehtimaldır? 2-də 1 ehtimaldır. 6-da 3 bərabər 2-də 1. Yəni bu da 5 güşəldir. 5 güşəldə neçə dənədir? 2 dənə. Yəni bu da 3-də 1 ehtimaldır. Bundan neçə dənədir? Bu da 3 güşəldir. Güşə bilirsiniz də təpə nöqtələrindən söhbət gedir. Bu da neçədir? 6-da 1 ehtimaldır. So, bununla əslində gedir. Belə deyim də 6-da 1 ehtimaldır. So getdi. Səndən nə istəyir? Ən böyük ehtimalla ən kiçik ehtimalı tapın. Ə, Belə deyim də bunun düşmə ehtimalı neçə idi? Bərabərdir nə? 3-də 1, 3-də 1 vurulsun neçə? 2-də 1 vurulsun 6-da 1. Bu neçə eləyir? 36-da 1. Sonra buna baxsan. Bərabərdir nə? 3-də 1, 3-də 1, bu da 6-da 1. 3-də 1 vur 3-də 1 vur 6-da 1. 6-da 1. Bu bərabər neçə eləyir? 54-də 1. 2-də 1, 2-də 1 vur 2-də 1 eləyir neçə? 8-də 1. Bəli. Bunu mən tələbələrimdən biri 2-də 1 vur 2-də 1 vur 2-də 1 6-da 1 yazmışdı. Biabırçılıqda elə səhvlər eləmirdi. Bu 6-da 1-dir. Vurulsun 2-də 1. Sonra vurulsun 6-da 1. Bu da neçə eləyir? 72-də 1. Ən kiçiyi nədir? 72-də 1-də, ən böyük 8-də 1-dir. Bu ikisinin cəmini istəyir. 8-də 1 üstə gəl 72-də 1. Ortaq məxrəc 72. Neçəyə vursam? 72 ilə 9-a, 9, 8, 9 üstə gəl 1. Bərabər deyir neçə? 10. Böl 30-a, 10 böl 72. Düzdür. 10 böl 72 yoxdur, Y ixtisar. variantı. Bəli, hər tərəfini 2-yə böləndə 36, 5 bölü 36 eləyir. Y variantı. Çox rahat sualdır. Keçək 34-ə. 34-ə baxırıq. Oktaydır deyir. Oktaydır hansı düzülüşdə olmalıdır? 1, 6, 1 düzülüşündə olmalıdır. Bax, 1, 6, 1 nədir? Bax, burada 2 dənə olur. Burada neçə dənə? 6 dənə. 2, 6, 0 kimidir. Yəni, bir tərəfi burada olmalıdır, bir tərəfi. Buna bax, 1, 6, 1. Necə də dastlıq oktayırdı. Bu şəkildə olmalıdır və bucaqları da 120 dərəcəli olmalıdır. Baxın, burada görürsünüz 120 dərəcəli bucaq yanır. Burada da 120, burada da 120, burada da 120. Və buna bax. 1, 6, 1. Yəni 3 və 4 ikisi də düzdür. 1, 7-dir. Ola bilər 120 dərəcəli bucaq yaransın. Amma yenə də cavab alınmır. Çünki 1, 7, 0 formasındadır. 3 və 4 olmalıdır. Cavab eləyir B variantı. Çox rahat, çox rahat. Yəni 35-ci suala baxırıq. 35-ci sualda deməli nə edirsən? Görsən ki, bax, yanvar 1-dir, fevral 2-dir, aprel 4-dür, iyun neçədir? İyun 7-dir, noyabr 11-dir, aprel 4-dür, oktyabr 10-dur. Buna bax, üzərinə 1 gəlib, üzərinə 2 gəlib, üzərinə 3 gəlib, üzərinə 4 gəlib, üzərinə 5 gəlib, 4-cü ay ilə belə bir il təzələnib. Sonra üzərinə 6 gəlib, sonra üzərinə 7 gəlməlidir. Eləməlidir 17-ci ay. 17-ci aydan da 12-ni çıxanda eləyir 5. Yəni 5-ci ay eləməlidir. 12-ni çıxırsan, çünki bir dövrü 12-dir axı. 5-ci ayda hansı aydır? May ayıdır. A variantı. 36-cı suala baxırıq. Deyir ki, A, B, 7, 6, Y ədədi 3-ə qalıqsız bölünən ədədlərdir. Onu necə tapırsan? 3-ə qalıqsız bölünən ədədlərdir. 3-ə bölünmə əlaməti nədir? Rəqəmlərin cəmi 3-ə bölünürsə. Yəni, A plus B plus Y plus 7 və 6, yəni 13, yəni plus 13 bölünməlidir 3-ə ki, bu ədəd 3-ə bölünsün. Düzdür, bu arada bu Y hərfidir, biraz Y hərfinə oxşamasa da. A, B, Y plus 13 bölünməlidir 3-ə. Onda A plus B plus Y nə ola bilər? Y ola bilər neçə? 2 ola bilər. 2 cəmi 15 ilə 3-ə bölünsün. Yəni, bu üçünün cəmindən söhbət edirəm əlbəttə ki. Bu üçünün cəmi 2 eləyə bilər, 5 eləyə bilər, 8 eləyə bilər, 11 eləyə bilər, 14 eləyə bilər, 17, 20 eləyə bilər, 23 eləyə bilər və 26 eləyə bilər. Cədvəldə axırıncı ədəd 26-dır. Fikir ver, bax. Ədədlər bunlardır. Yəni, rəqəmlərin, bu ədədlərin cəmi ya bu D ədədlər variantı. 1 eləməlidir. Bəli. D variantı olmalıdır, bəli.
Baxsın nəyə? 4 yoxdur bu ədədlər içində. Bu ədədlərin içində nə var? Baxsan 26 var. Yəni 3 olmalıdır. Sonra 11 var. Görürsən var da burada. Sonra 7 də var. Görürsən? Deməli ədədlərin nə olmalıdır? 3, 4, 7 D variantı. Çox rahat, çox professional. Deməli gənclər keçirik 37-ci suala. 37-ci sualda baxırıq. Biz bunu zaten bu test tipini işləmişik. Rahat gəlir. Deməli, x nə qədər artım var? Bax, x 2 artır. Düzdür. X-dəki 2 artım nəyə bərabərdir? Y-dəki 8 azalmağa bərabərdir. Burada qeysə -8. Yəni çünki azalmanı bildirsin qoy. Baxsan ki, x 63 olması üçün nə qədər artmalıdır? Başlanğıc oblasti 51-dir. 12 artmalıdır ki, gəlib olsun 63. İndi x-dəki 12 artım y-də nə qədər azalmaya bərabər olur? Tənasüb yazırsan, həll edirsən. Amma tənasübdən daha rahat həlli var. Baxın. Buradan görürsünüz buna 6 dəfə fərq yaranır. 6 dəfə fərq yaranıbsa buradan da bura 6 dəfə yaranmalıdır. Yəni vur 6 səviyyəsində. Ona görə -8-də 6 evren edəcək -48. Deməli 8 48 azalma baş verməlidir. Bizdə başlanğıc oblastı neçədir? Bizdə 49-dur. 48 azalma isə cavab elə eləyər 1 Y variantı. Çox rahat, çox professional, rahatlıqla bu sual tipini tapmaq olur. Keçirik növbəti suala, 38-ci suala. 38-ci sualın da həlli çox rahatdır. 3 ilə 2-nin cəmini 75-ə bölsən, eləyir 15. 3 ilə 5-in cəmini 120-yə bölürsən, eləyir 15 və sair bir şəkildə tapırsan. 405-i 15-ə böləndə neçə eləyir? 27. Yəni bu ikisinin cəmi 27-yə bərabər olmalıdır. Bu da eləyir neçə? 15. 15 üstə gəl 12 əlbəttə mənə verər 27 Y variantı. Davam edirik gənclər. 39-cu sualda sınmalara baxırsan, ya içdən çölə sınmalıdır, ya da çöldən içə sınmalıdır. Bunda necə həll edilir? Baxın. Görürsüz ki, ə, saymalıyıq bunu. Bu 2 nədəsə sınmayıb onu bildirir. Ya bu şəkildə nömrəsi 1, 2, 3, 4, 5, 6 ya da ki bu şəkildə tərsini. İçəridəkinə 1 deyirsiniz, çöldəkinə 2, 3, 4, 5, bu da eləyir 6. İndi baxsan hansıdır? Baxsan ki bu birincidə sınıb. Bunun ikincisində görüb sınıbmı? De elə burada sınıb bax. Düzdür. Ya da elə gəlib burada da sınıb. Görsən, yəni içəridən çölə sayılma 2 deyilmiş. Bir dənə də yoxlayırıq çöldən içə sayılma. Yəni necə? Buradan 1, 2, 3 kimi. Baxsan ki ikinci fiqur nədir? Bax, bax, bax. Bu fiqurdur, düzdür. Görsən ki bu fiquru doğrudan da sınıbmı? Doğrudan bir dəqiqə. Bu şəkildə gəldi. Bunun içindən keçdi, amma sındırmadı bunu. Formada gəldi, su. Hazır. İkincinin həqiqətən nə oldu? Kəsmədi. Deməli, cavab elə nəymiş? 2 imiş. Yəni, çöldən içə saymaq. İndi bunu sayırsın. 1, 2, 3, 4, 5, 6. Və baxsan ki, görsən nəyi kəsməyib. Burada baxsan, birincini kəsib, ikincini kəsib. Sonra üçüncü fiquru da kəsib, bax burada kəsib. 4-ü görəsən harda kəsib. 4-ü də bax burada kəsib. Amma 5-ci fiqura bax bir dənə. Bax, 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 buradan bax. Bu şəkildə gəl. Bax, 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 bax. Kəsmir 5-ci fiquru. Cavab elə 5 imiş. Çox rahat, çox professional. Burada ola bilər nəyi kəsəni də soruşursan, amma böyük ehtimal imtahanda bu şəkildə olur. Nəyi kəsməyəni soruşursan. 40-cı sual məncə imtahana düşməsi biraz sual altında, çox ədalətsiz sualdır. Deməli, bu üçünün cəmi eləyir neçə? 44 və 45 eləyir. 45-dən 26-ını çıxırsan 19. Bu üçünün cəmi neçə eləyir? 39, 20-ni çıxırsan eləyir 19. Yəni saat əqrəbi istiqamətindəki ilk rəqəmi çıxırsan. Bir də bunun tərsi düşmüşdür. Məsəl üçün, bu üçünün cəmindən 31-i çıxıb bunu almalıdır və s. bu şəkildə. İndi bu üçünün cəmindən saat əqrəbinin sağında yerləşən budur. Yəni 15-i çıxacam, 39 eləyəcəm. Nədən 15 çıxsam 19 eləyəcəm. Nədən 15 çıxsam 19 elə 34-dən. Deməli bu üçünün cəmi 34 eləməlidir ki, mən bundan 15-i çıxım, sağdakının ilk rəqəmini çıxım, alım 19-u. 34 eləməlidir. Bu da eləyəcək 1. 31 üstə 1 üstə 2 eləyir 34. O da olur 1 A variantı. Çox rahat, çox professional. Bu günlük də bu qədər gənclər. Sağ olun, salamat qalın.